Artıq yaşım 40-ı keçibdir, yaxını zəif görməyə başlamışam. Nə edim bunun üçün? Cavab, siz eynək taxa bilərsiniz. Əgər eynək istəmirsinizsə, əməliyyat olunub linza qoyula bilər gözünüzdə. Hansı daha uyğundur, o artıq sizin seçimdir. Əgər öz görməniz, eynəksiz görməniz 50%-dən aşağıdırsa, o zaman mən məsləhət görərdim ki, əməliyyat olunsun. Çünki görmə faizləri 50%-dən aşağı olanda göz həmişə gərgin olur. Həmin hallarda siz nə yaxını yaxşı görə bilirsiniz, nə uzağı yaxşı görə bilirsiniz. Özə nömrələr artdıqca insanda elə bir hissiyat yaranır ki, elə bir akvarium arxasından baxır dünyaya, hər şeyi bulanıq görür. Yaxın üçündə xüsusi eynək taxmalı olur, uzaq üçündə xüsusi eynək taxmalı olur. Bu hallarda mən məsləhət görərdim ki, əgər 50%-dən aşağı görmə faizi düşübsə, əməliyyat olunub linza qoyulsun. Bu tip gözlərdə, yəni 40 yaşından sonra zəifləmiş gözlərdə iki tip linzalar qoyulur. Ya EDOF linzalar, yəni iki fokuslu linzalar, ya da trifokal linzalar. Buna el arasında ağlı linzalar da deyilir.